Vaxtınız xeyir olsun. Deməli, enerjinin saxlanma qanununa aid maraqlı bir testlə tanış olaq. Deməli, test belədir. H hündürlüyündən 10 metr böl saniyə başlanğıc sürətlə atılmış 2 kiloqram kütləli cisim yerə 20 metr böl saniyə sürətlə dəymişdir. Buna əsasən cisim neçə metr hündürlükdən neçə joulluq enerji ilə atılmışdır. İndi biz bilirik ki, bura A nöqtəsi desəm, bura A nöqtəsi desəm, burada desəm B nöqtəsi. Deməli, A'dakı enerjimiz nədir? Bu A'dakı enerjimiz. Deməli, mgh plus mv0 kvadrat bölü 2. B'dəki enerji nədir? B'dəki enerji isə olacaq mv kvadrat bölü 2. Enerjinin saxlanma qanununa görə A'dakı enerji B'dəki enerjiyə bərabərdir. Yəni yazıram mgh plus m bölü 2. Başlanğıc sürətimiz 10'dur. Kvadratı eləyir 100. Bərabərdir m bölü 2. Son sürətimiz də 20'dir. Kvadratı eləyir 400. İndi burada m'lər gedir. M'lər gedir. Burada qalır 10 dənə h plus 100'ü 2'yə böldüm. Elədir 50 bərabərdir. 400'də 2'yə böldüm. Elədir 200. Bu onlar da gedir burada hamısında. Olur h plus 5 bərabər 20. H bərabər 15. Deməli h'ı tapdım 15. H 15'dir. Ya A'dır, ya B, Y'dir, ya da D. İndi bizə deyir ki, cisim neçə metr hündürlükdən neçə joulluq enerji ilə atılıb. Yəni buradakı enerjini bizə deyir. Baba, bu A nöqtəsindəki enerji. A nöqtəsindəki enerji nə idi? mgh plus mv0 kvadrat bölü 2. Aha, bu da bərabər. M də bizə verib də 2. J 10'dur. H'ı tapdım. 15 plus 2'lər getdi. M yerinə 2 yazanda. V0'ın kvadratı deyilir 100. Bu da bərabərdir. Deməli olacaq 400 joule. Deməli cavab olacaq nə? D variantı. Diqqətinizə görə sağ olun.